vaxtınız xeyir, gününüz daim xoş olsun, əziz bizim Səda izləyiciləri. Əgər diqqətiniz bütövlükdə bizdədirsə, onda başladıq. Pişik balasını çox istədiyindən cırmaqlayar və yaxud da yeyər ifadəsini eşitmişsiniz yəqin ki. Görəsən bütün heyvanlar körpəsinə sevgisini bu formada, yəni yeyərək və yaxud da cırmaqlayaraq bildirir, yoxsa hisslərini, düşüncələrini ifadə etmə qabiliyyəti yalnız insanlara xasdır. Bunun üçün bizlərə həm şuur, həm də dil verilib. Bəs heyvanlar öz istəklərini, sevgilərini, bir sözlə hisslərini necə bölüşürlər? Suallar çox, cavab isə məndə yoxdur. Bəs kimdədir? Əməkdaşımız Türkanda. Elə ötən gün ağzımı açmağıma bənd idi. Başladı, nə başladı? O heyvan belə, bu heyvan belə. Mənə hər tərəfli məlumat verdi. Deyirəm, Türkan, sən, bir də ki, Nurlan, heyvanlarla işləməkdən əməlli başlı zootexnik olub getmişsiniz. Belə getsə, axırda sizi Bakı Heyvanat Parkına ştatdan kənar işə qəbul edəcəklər. Ağlamaq bizlər üçün təbii hadisədir. Deyirlər ki, insanlar yer kürəsində yeganə varlıqlardır ki, nəyəsə görə hönkür-hönkür ağlaya bilərlər. Sən demə, bəzi heyvanlar da insanlar kimi ağlamaq xüsusiyyətinə malikdir. Onlar da öz hisslərini, emosiyalarını göz yaşı tökərək ifadə edirlər. Dəvələr də bu qrupa aid olan heyvanlardan elə birincisidir. Düzdür, bu onlarda adətən reflektor olaraq baş verir. Heyvan melodrama baxarkən və ya sahibini görən kimi xoşbəxtlikdən ağlaya bilməsə də, xüsusi heyvanlar var ki, onlar saatlarla dayanmadan ağlamaq vərdişinə sahibdir. Ən çox, məsələn, bu xüsusiyyət fillərə, dəvələrə, bəzən atlara da aid olur. Məsələn, deyirlər ki, balasından ayrılanda və yaxud da ölümünü hiss edəndə və yaxud nəsə bir şey olanda ağlamağa başlar. Əslində, heyvanlar insanlarla bir yerdə olduğu zaman onu daha çox yaxından müşahidə eləmək olur. Bu yerdə ilk adı çəkilməli heyvanlardan biri də fildir. Belə ki, bala fillər anasından ayrıldıqda ya tərk edildikdə saatlarla göz yaşı tökə bilər. Heyvanlar ağlayan zaman adətən zingiltiyə oxşar səslər çıxaraq sızıldaya bilərlər. Amma onları çox zaman gözyaşlı görmək isə müşkül məsələdir. Heyvanların gözlərindəki gözyaşardıcı maye hissləri ifadə etməkdən çox gözlərin buynuz qişasını qorumaq məqsədi daşıyır. Onlar bədəndəki qın miqdarını tənzim eləməkdən ötürü göz yaşı axıdırlar. Digər heyvanlarda da göz yaşı bəzi var, məsələn, məməlilərdə. Ancaq bir sıra quşlarda deyək ki, gözü qurumaqdan ötürü, dəmliyini qurumaqdan ötürü ikinci qırpma pərdəsi var ki, o göz yaşını bəzən uçuşda elə də o şəffaf olan ikinci pərdə göz qapaqlarını örtür, üçüncü pərdədir, onu qurumaqdan qoruyur. Su heyvanlarından danışarkən su itilər, dəniz timsahları, susamurları da ağlayan heyvan kateqoriyasına aid edilir. Lakin araşdırmalar göstərir ki, bu heyvanların ağlamasının səbəbləri hissləri, emosiyaları yox, onların bədəndəki duz qatlarıdır. Bütün bu heyvanlar adətən bədəndəki duzlarından qurtulmaq üçün göz yaşı axıdır. Elə burada anladım ki, nəyə görə səmimiyyətsiz insana timsah gözyaşları axıtma deyirlərmiş. Timsahlar isə gözyaşları axıdan ikinci heyvanlardır desək, yanılmarıq. Onlar adətən acı gözyaşları ilə seçilirlər. Onların gözyaşları isə gözünün qişasını qorumaq məqsədi daşıyır. Ağlayan dəniz tısbağaları görsəz, heç də təəssüflənməyin. Onlar da timsahlardan geri qalmır. Quruya çıxaraq tərk edilmiş vətən üçün heyfslənib ağlaya bilirlər. Ağlama xüsusiyyətləri dəniz ilanları, iguanalar və kərtənkələrə də aid edilir. Bəzən deyirlər ki, ən çox ağlayanlardan ikinci sırada timsahlardır. Məsələn, sürünənlərdən də eynən timsahlar, tısbağalardır. Əslində, məsələn, tısbağalar, su tısbağalarından söhbət gedir. Timsahlar da eynən suya aid olduğuna, suda quruda yaşayanlar. Deməli, çıxanda quruya, hava çox isti olanda əksərən günəşin istisində çıxırlar qızınmağa, onda gözlərinin daxili qurumağa başlayır. Onda gözləri xüsusi yaşarır, ona görə onun deyirlər ki, o ağlayır. Çünki timsah hissiyatsız bir heyvandır, yəni onun qəlbən ağlaya bilməz. Onlara demək olmaz ki, onlar əslində sadəcə göz yaşı axır, bəli. Belə, ağlamaq nə insana, nə də heyvana yaraşır. İstənilən halda axan gözyaşları bizim hisslərimizin ifadəsidir. Odur ki, vəfalı dostlarımızı da çalışaq ki, incitməyək. Onlar bizim kimi ağlaya bilməsələr də mütləq ağrı acını hiss edirlər. Türkan Mahmudova, Əfqan Pənahoğlu, Lider TV. Rus çarı 2. Nikolayın yeganə oğul övladının zadəgən azarı adlandırılan nadir qan xəstəliyindən əziyyət çəkdiyi barədə yəqin ki, eşitmişsiniz. Xəstənin anadan gəlmə olaraq genindən gələn bu xəstəliyin daşıyıcıları müəyyən nəslin qadınları olsa da yoluxanlar daha çox kişilər olur.
Bu azardan bir çox tarixi şəxsiyyətlər, o cümlədən necə deyərlər, mavi qan daşıyıcıları, yəni kral ailələrinin təmsilçiləri əziyyət çəkiblər. Bu faktı ilk dəfə eşidəndə mənə də çox qəribə gəlmişdi. Bu barədə gələcək verilişlərimizdə daha geniş söhbət açacağıq. Bugün isə Elmira bizə digər spesifik xəstəlikdən bəhs edəcək. Hansından? Model xəstəliyindən. Birinci dəfədə eşidirsiniz. Elə isə yaxın oturun. Buyur Elmira, qulağımız necə deyərlər səndədir. Əsrlər boyu xanımlar incə görünmək üçün müxtəlif üsullardan istifadə ediblər. Buna misal olaraq idman və artıq çəkidən qurtulmaq üçün saxlanılan pəhrizləri göstərə bilərik. Hamı çəkisinin az olmasını istəyir. Bunun üçün yeməkdən imtina edənlər də var. Amma sonradan yaranan iştahsızlıq mütəmadi hal aldıqda təhlükəli psixoloji xəstəlik olan anoreksiyaya çevrilə bilir. 60-cı illərdə sırf moda və model aləminə xas bir xəstəlik olan anoreksiya sözünün mənası da elə anormal çəki deməkdir. Bu, tam ya da qismən qidadan imtina zamanı baş verir. Müasir dövrdə arıqsansa, yaxşı görünürsən stereotipi isə bu xəstəliyin geniş yayılmasına bir növ rəvac verir. Onlara elə gəlir ki, onlar kökdür, arıqlamalıdır. Hətta ata-anası onu məcbur yedizdirəndə belə gedir tualetə, vanna otağına, barmağını salır ağzına, qusur. Mən artıq yemişəm, o artıq yemək mənim kökəlməyimə səbəb ola bilər. Hətta insanın çəkisi, normal boyu olan adamın çəkisi 37-40 kiloqrama çatır. O sakitləşmir. Yenə də deyir, mən arıqlamalıyam. Bu, bilavasitə psixiki pozğunluqdan xəbər verir. Belə adamları stasionar şəraitində müalicə eləmək lazımdır. Əgər müalicə olunmursa, onların aqibəti çox pis olur. Yəni, tələf olurlar aclıqdan. Anoreksiya daha çox pəhrizdən sonra yaranan bir xəstəlikdir. Müasir dövrdə sıravi insanlarda da özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkənlər isə əsasən müğənnilər, kinolduzlar, modellər, bir sözlə desək, daim gündəmdə olan məşğullardır. Model biznesi ilə məşğul olanlar bildirirlər ki, pəhrizində ifrata varan modellər kifayət qədərdir. Onlar daim formada olmaq düşüncəsi ilə yaşayırlar. O, əsasən belə deyim də, top modellərdə belə şeylər olur. Çünki onlar podiuma çıxırlar. Onların boyları arıq görünməlidir. Yəni, belə deyək də, 5 ilqə kimi olmalılar. Onlar ancaq geyim nümayiş elətdirirlər. Onlar da çox vacibdir bu. Bu, çəki arıq olmasa, onlar heç vaxt müxtəlif podiumlara çıxa bilməzlər və s. Düzdür, çox arıqlayırlar və s. Yəni, bu, incəsənət belə deyək, qurban tələb edir də. Amma onlar özlərində fikirləşməlidirlər. Yəni, boy çəkini həmişə tamamlamalıdır. Həmən tamamdan aşağı keçərək təbii ki, xəstəliklər baş verəcək. Səbinə Əhmədova modeldir. 1.70 boyu, 45 kilo çəkisi var. Formada olmasına baxmayaraq həmişə arıqlamaq fikri ilə yaşayır. Sonuncu dəfə nə vaxt iştahla yemək yediyini isə qətiyyən xatırlamır. Model olduğum üçün formada yanmalıyam. Yəni ki, özümü biraz yeməyə qarşı saxlamalıyam və yeməyə diqqət edirəm. Ümumiyyətlə, çörəyi tamamilə yığışdırmışam, yağlı yeməkləri biraz azaltmışam. 6-dan sonra da demək olar ki, yeməyə istifadə eləmirəm. Anoreksiya kişilərlə müqayisədə gənc xanımlarda daha çox rast gəlinir. Psixoloqlar bu xəstəliyin kökündə bir neçə amilin durduğunu deyirlər. Ən birinci bəlkə də ən çox yaranan ailədə yaxşı ab-hava olmaması. İkinci, anoreksiyanın səbəbi qida. Yəni qida necə? Uşaqlıqda uşağı o qədər yedizdirirlər. Yəni bu bizim hər ananın məxsus şeydir ki, uşaq acı qalması və uşaqda qidaya qarşı nifrət hissləri. Məcbur olur özünü saxlamaq. Yəni hər dəfə o qida yemək qəbul elədikcə ona əks olaraq ürək bulanmasına gətirib çıxardır və bu qidaya qarşı nifrət oyanır. Üçüncü qız uşağının hansı ki, yenə dediyim kimi, yenə 20 yaşında öz bədənindən narazılıq qalmağı, yəni özünə çox aşağı qiymət verməsi. Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri də xəstənin buna ehtiyac duymamasıdır. Belə ki, onlar öz vəziyyətlərini xəstəlik kimi qiymətləndirmirlər. Anoreksik xəstələr yağlı qidadan qorxurlar, yağlı yeməkdən qorxurlar və bir zaman sonra isə hətta bitkilərdən belə imtina edirlər. Çünki yəni burada etap-etap gedir, fazalarla gedir ki, ilk öncə yağlı qidadan imtina edirlər, daha sonra hətta bitkisel qidalardan belə imtina edirlər ki, bu qidalar onları kökəldə bilər fikri ilə. Və ona görə bu qidaları yavaş-yavaş rasiona salaraq və birgə işbirliyi nəticəsində düşünürəm ki, müsbət nəticələr ala bilər. Mütləq səhər yeməyi yemək lazımdır. Günə sağlam başlamaq lazımdır ki,
gün ərzində sizin göndərdiyiniz qidanı bədəniniz yandırsın, yəni o kaloriləri yandırsın. Səhər yeməyi yeməyə başlasınız, hər gün yarım saat 40 dəqiqə fiziki aktiviniz olsa, su içsəniz və sıx-sıx az-az yesəniz, inandırım sizə ki, nə şəkil probleminiz olmaz, nə də ki, daha sonra anoreksiya kimi bir hallarla qarşılaşmazsınız. Miss Chicago seçilən Valeriya Levitina hazırda cəmi 25 kilodur. 1,72 cm boyu olan Levitina daha gözəl görünmək üçün pəhrizə başladıqdan sonra anoreksiya xəstəliyinə tutulur. Atdığı bu addım isə ona gəzən meyit tutulunu qazandırıb. Belə insanlar iştahsızlıq ucbatına yemək yeyə bilmədikləri üçün süni yolla qidalanmaq məcburiyyətində qalırlar. Bəli, ifrat gözəl görmək istəyənin nəticəsi bu cür olur. Amma unutmayın ki, gözəl olmaq nə qədər xoşdursa, sağlamlıq ən böyük gözəllikdir. Elmira Manaflı, Nurlan Şahbazov, Lider TV. Həyatdakı hər məhfum eyni zamanda gözəllik də nisbidir. Nisbi deyəndə onu nəzərdə tuturam ki, hər kəs gözəllik anlayışını öz kriteriyalarına görə müəyyənləşdirir. Misal üçün, Əhməd üçün gözəl olan Fatmanisə xalanın gözündə eybəcər görünə bilər. Biri arıq, o biri necə deyərlər, ətli canlı bədən tipini bəyənir. Bir sözlə desək, hərənin bir zövqü var. Bu zövqləri isə müxtəlifdir. Ona görə gözəllik mövzusunda mübahisə etmək məncə məntiqsizlik olar. Gözəllikdən əbəs yerə söz açmadım. Əməkdaşımız Ülviyə növbəti sujetində bəzilərinin gözəllik, bəzilərinin isə qüsur bildiyi üzdəki qəmzələrdən danışacaq. Üzdə qəmzənin nə olduğunu bilənlərlə yanaşı, bilməyənlər də kifayət qədərdir. Elə isə növbəti sujetimizi izləməyə dəyər. Bəzilərinin bir, bəzilərinin isə hər iki yanağında qəmzə olur. Adətən qəmzəsi olanlar gənc ruhlu və uşaq üzvü kimi tanınırlar. Bəs görəsən paytaxt sakinləri necə düşünürlər? Yanağında batıqlar. Anadan gəlmədi onu. Hədə anadan gəlmədi. Ümumiyyətlə nədir mənası? Yanaqda qəmzə olur, belə batıq. Var sizdə? Yox. Ümumiyyətlə o nəyin əlamətidir? Bilmirəm nə var. Yanağınızda qəmzə var. Girəndə batırır, qəmzə bir sizdən. Yoxdur da. Ümumiyyətlə nəyin əlamətidir? Gözəlliyin, yaraşıqlığı. El arasında deyilənə görə o gözəllik rəngi kimi baxırlar ona. İnsan gülanda yaranırsa, demək o şirin insandır. Qəmzənin mənası necə yarandığı və niyə çox az adamda olduğu yəqin ki, çoxumuza maraqlıdır. Məlumunuz olsun ki, sözü gedən batıqlar bəzi insanlarda genetik olaraq mövcuddur. Belə ki, valideynlərdən birində qəmzə varsa 25-50%, hər ikisində olarsa 50-100% ehtimalla uşaqda da yaranır. Şirinlik məqsədi ilə bu estetik məqam olaraq özləri üçün arzulayırlar. Amma normalda bəzi insanlarda bu anadan gəlmə olur, bəzilərində isə təbii ki, estetik prosedur olaraq, əməliyyat olaraq müraciət etdikləri halda bu görüntüyə nail olurlar. Bildiyimiz kimi, yəni bədənin digər bir nahiyəsində də eyni şəkildə olan bir formada, yəni arzu istekdə müraciət edən pasiyentlər var. Bilirsinizmi, qəmzələrin çoxu doğuş əsnasında yaranan qüsur sayılsa da, sonralar onlar gözəllik elementinə də çevrilərək insana özünə məxsus yaraşıq, şirinlik verir. Əsasən yanaqda, çənədə, beldə yaranan qəmzələr yaş artdıqca itə də bilər. Qəmzə adətən üzünün həmin hissəsində əzələ toxumaları inkişaf etməyən şəxslərdə yaranır və gülərkən ortaya çıxır. Yanaqda qəmzə bir növ utancaqlığın əlaməti sayılır. Bu batıqlar bəzən çənədə də olur. Əgər batıqlar lazımi yerlərdə əmələ gəlirsə, onlar bizim xoşumuza gəlir. Lakin əgər gözəl görünməsə, biz onlara qarşı ikrah hissi duyuruq. Batıqlar daha çox dərini sümüyə birləşdirən toxumaların çatışmamasından meydana gəlir. Onlar dərinin üzərindən nəzərə çarpan piy yağından da yarana bilər. Batıqların müəyyən yerlərdə olması irsi əlamətdir. Estetik cərrahiyyədə bütün dünyada bu haqda bilinənlər odur ki, təxminən 80% ehtimal cərrah cinsinin nümayəndələri bayaq sadaladığımız cəhətlərin meydana gəlməsi üçün müraciət edirlər, amma 20% kişi cinsinin nümayəndələri isə daha çox üzün xarakterik ifadə tərzini biruzə vermək üçün bu tip cərrahi əməliyyat üçün müraciət edirlər. Yaş ötdükcə əzəllər uzanır, batıq ya yox olur, ya da yaşla əlaqədar olaraq kiçilir. Qəmzələrə sahib olmaq yaxud mövcud batığı aradan qaldırmaq istəyənlər plastik cərraha müraciət edirlər. Statistikaya görə hazırda Azərbaycanda bununla bağlı klinikalara müraciət edənlər çox az saydadır. Demək olar ki, yox səviyyəsindədir. Məncə də əziz xanımlar, əgər yanağınızda çuxur yoxdursa, bunu plastik əməliyyatla da etməyə ehtiyac yoxdur. Çünki təbiilik daha gözəldir. Ülvi Elxan qızı, Orxan Ədalətoğlu, Ziya Allahyarov, Lider TV.
Ötən gün qonşuluğumuzda yanğın idi. Ev yanırdı, özü də nə yanırdı. Yanğın söndürənlər vaxtında yetişməsəydi daha nələr olacaqdı bir Allah bilir. Bəs heç maraqlanmırsınız, yanğın necə baş verib? Mən deyim, siz də bilin. Yanğını 4 yaşlı bir uşaq törədib. Evdə anasının yatmasından istifadə edən balaca, mətbəxə keçərək çoxdan arzusunda olduğu kibriti götürüb və yandırıb. Nəticəsi də danışdığım kimi. Nəysə, az şeydən çox şey olar deyiblər. Balaca bir kibrit çöpündən böyük bir evin yanması kimi. Elə Şirvan və Lənkəran bölgəsindən gələn sujetlərimiz də kibritlə bağlıdır. Amma səhv başa düşməyin, bu rayonlarda yanğın hadisəsi baş verməyib. Sıradakı sujetimiz bu kibrit çöplərindən yaradılan sənət əsərlərinə həsr olunub. Baxın, görün, istedad kibritin hansı tərəflərini bizə işıqlandıracaq. Lənkəranın Sütəmordov kənd sakini 35 yaşlı İlqar Mürşidov lap uşaqlıqdan zərgər olmaq arzusunda olub. İş elə gətirib ki, o zərgər yox, ticarətçi olub. Amma boş vaxtlarında İlqar maraqlı maketlər hazırlayır. Kibritdir. Sonra qırağında bitmiş işlərdir məsələn sonra. Lənkəran deyənə ki, pizza deyirlər ona. Sonra onun qırağında bitmiş tikan kolları var ki, hansı ki, bunlardan yığıram. Sonra diş töküdür. Sonra semişqadır. Bir də kleydir. Bir də üstü başqa burada heç bir şey, heç nə bunlara istifadə edilmir. Günlərlə vaxt aparan bu maketlərə dəfələrlə alıcı çıxsa da qəhrəmanımız imtina edir. Əl işlərinizdən bir 8 mart hədiyyəsi, ana ya bacıya hədiyyə eləyəsiniz. Xeyr, indi olmur. Çünki öz ücrətimi verildiyi işim var. Bu işlərdə yəni qoruyub saxlamaya da hazıram, necə lazımdır. Yoxsa yox, heç mən xəstə eləməcə bunlar verməm. Çünki öz işimi bu qədər zəhmətlə kiməsə verməyə yox, məndə alınası şey deyil bu. İşlənmiş, sıradan çıxmış hər bir şeylə İlqar maraqlı eksponatlar hazırlayır. Evi gəzdikdə bir-birindən maraqlı eksponatlara rast gəldik. Bunların içində ən maraqlısı isə alışqandan, qələmdən və qəpikdən hazırlanan bu robotdur. Bütün maketlərin planları da İlqar tərəfindən hazırlanır. Onların rəynlənməsini də özü edir. Tumdan hazırlanan bu evin tavanı isə püstə qabığındandır. Onun sözlərinə görə bu günə qədər onlarla belə maket hazırlayıb. Bundan sonra da hazırladığı maketləri eksponat kimi qoruyub saxlamaq və evində bir muzey açmaq istəyir. Şirvan rayon sakini Rəşad Əsədov da kibritdən müxtəlif maketlər düzəltməkdə İlqardan heç də geri qalmır. İlk işim balaca rus donikləri kimi donik oldu. O fason bir şey yığdım. Ondan sonra yavaş-yavaş gördüm nəsə yağılıyor. Hazırda İstanbuldakı məşhur Asma körpünün maketi üzərində çalışan Rəşad Əsədovun kibrit dənələrinə bağlılığı 14 yaşında əcnəbi televiziya kanallarının birində izlədiyi sujetdən sonra yaranıb. Kibritdən müxtəlif ölçülü maketlərin necə hazırlanmasından bəhs edən həmin sujetin sehrinə düşən qəhrəmanımız o gün, bu gün, düz 10 ildir ki, gününün çoxunu kibritlər arasında keçirir. Amma kibritlə dostluğu ona asan başa gəlməyib. Hətta evlərini itirmək təhlükəsi ilə də üz-üzə qalır. Çıxandan başıma çox oyun gəldi. Məsələn, bunların içinə qoyulan bu işıqlar az qalıb evi pacarır. Ümumiyyətlə, maketlərin hazırlanmasında kağız və yapışqandan köməkçi vasitə kimi istifadə edən qəhrəmanımız deyir ki, bu işlə məşğul olmaq üçün ilk növbədə insanda dözüm olmalıdır. İnsan, heyvan, maşından başqa hissəndən maketi yalan. Hissəndən böyüklükdə, hissəndən həcmdə. Yəni o İstəyirsiniz bir ev yığın, içində görün hər an. İndiyədək kibritdən 500-ə yaxın müxtəlif maket və maraqlı kompozisiyalar hazırlasa da onlardan biri belə qalmayıb. Kibrit əsərləri dəyər dəyməzinə satan və ya hədiyyə edən Rəşadın ən böyük arzusu iri həcmli əsərlər üzərində çalışıb sərgilərdə iştirak etməkdir. İşinin peşəkarı olan Rəşad deyir ki, evlərinə gələn qonaqları imkan daxilində hədiyyəsiz yola salmır. Çəkilişin sonunda bizə də bu jest etməsi doğrusu gözlənilməz oldu. Sürpriz hədiyyəmiz isə Lider televiziyasının kibritdən hazırlanan loqosu idi. Çox sağ ol. Elman Əliyev, Şahin Həsənov, Vurğun Məmmədov, Tural Babazadə, Nurlan Vilayətoğlu, Lider TV, Şirvan, Lənkəran. Bax, belə, artıq siz də yanaqlardakı qəmzənin sirri ilə yanaşı heyvanların ağlayıb ağlamadığını da öyrənə bildiniz. Sizə bir tövsiyəmiz də var. Saatlarla sosial şəbəkələrdə oturub vaxt keçirməkdənsə, kibrit çöplərini qabağınıza töküb maket hazırlamaqla məşğul olsanız daha yaxşı olardı. Bugünlük isə bu qədər. Sağ olun, salamat qalın. Diqqətiniz bütövlükdə bizdədirsə başladıq. Biləm ələyəm. Nə oldu? Növbəti sujetdə. Qızın adı var özdə. Az şeydən çox şey olar deyiblər. Balaca bir kibrit çöpündən.
yağını 4 yaşlı bir uşaq törədir. Evdə baxın görün istedad kibrit heç bilməm nə oxudum.